Simulation suallarında siz cihazlara qoşulub komanda yazmalısınız. Yəni ki, nəyisə konfigurasiya edə bilərsiniz və ya show komandası ilə olunmuş konfigurasiyalara baxa bilərsiniz. Həmçinin sual işarəsi ilə hər hansı komandanı, yəni ki, hansı yerdə nə komandaları yaza biləcəyinizi görə bilərsiniz və tab knopkası ilə komandanı axıra kimi yaza bilərsiniz. Burada belə bir topologiya göstərilib. 4 dənə switch var. Onlar 4 kabellə bir-birlərinə birləşdirilib. Burada başqa bir qeyd var. VLAN ID-ləri VLAN 56 və VLAN 57 allowed VLAN-dır və VLAN 99 isə untagged, yəni ki, native VLAN burada nəzərdə tutulur. Burada da bəzi şərtlər qeyd olunub. Yəni ki, bütün fiziki kabellər çəkilib və yoxlanılıb. Şəkildəki 4 switch arasındakı əlaqə qurulmalıdır və işlək olmalıdır. Bütün portlar 802.1q trunk kimi konfigurasiya olunub. Burada da şərtlərimizi görürük. Okay. Ya da ki, belə göstərəcəm. Burada bizə deyir ki, switch 1 və switch 2-də Ethernet 01 və 02 portlarını allowed VLAN kimi konfigurasiya olunsun. Birinci biz tapmalıyıq switch 1 və switch 2. Orada ən yuxarıdakı switchlər idi. 01 və 02 portlarını tapmalıyıq. Yəni ki, buradan sağa gedən port və də aşağıya gələn port. Həmçində eyni konfigurasiyaları biz sağ tərəfdəki, yəni ki, switch 2-də də konfigurasiya eləməliyik. Ethernet 01-də və 02 portlarında konfigurasiya eləməliyik. Burada eləyəcəyimiz konfigurasiya bizə deyir ki, həmin portlarda biz allowed VLAN konfigurasiya eləməliyik. Yəni ki, həmin port trunk port olmalıdır. Oradan VLAN 56 və 57 keçməlidir. Konfigurasiyaları mən notepad-da qeyd edirəm. Bu formada biz konfigurasiya eləməliyik. Okay. Config moda keçməliyik. Config moda keçməyimiz üçün biz bilirik bu başdan enable, sonra configuration terminal. Bu formada config moda keçə bilərsiniz. Və burada konfigurasiya eləməlisiniz ki, interface range gigabit Ethernet 01 və 02 range ilə yazdığımız üçün hər iki portu nəzərdə tutmuşuq. Burada da qeyd olunub ki, 01-ci switchdə konfigurasiya olmalıdır bu. Bu komandanı yazdıqdan sonra qeyd eləməliyik ki, oradan VLAN 56 və VLAN 57 keçsin trunk linkdən. Eyni komandaları biz ikinci switchdə də qeyd eləməliyik. Yuxarıdakı bu switchi nəzərdə tuturam. Eyni komandaları switch 2-də də qeyd elədik. Burada qeyd eləmişəm. Switch 2 aid olduğu bu komandanın yenə də interface range gigabit 01 və 02 switch portdan allowed VLAN 56 və 57. Yəni ki, VLAN 56 və 57 həmin trunk linkdən keçsin. İkinci şərtimiz deyir ki, switch 3 və switch 4-ün Ethernet 02 portu. 03 və 04-ün Ethernet 02. Yəni ki, hər iki switchdə bu yuxarıya gedən interface konfigurasiya eləməliyik. Oradan yalnız allowed VLAN-lar keçməlidir. VLAN 56 və VLAN 57 keçməlidir oradan. Bu bizim ikinci taskımız idi. Switch 3 və switch 4-ü burada göstərmişəm. Switch 3-də interface gigabit Ethernet 02, switch port tank allowed VLAN 56 və 57. Vergüllə yazanda həmin iki dənə VLAN nəzərdə tutulur. Əgər def işarəsinə yazmış olsaydıq 56 ilə 77. Mən 57 deyirəm bayaqdan. 77-dir bu. Əgər def yazası olsaq, VLAN 56 və 77 olan VLANlar oradan keçərdi. Eyni komandanı switch 4-də də yazmışam. Sonra üçüncü şərtimizə biz baxası olsaq, switch 1 və switch 2-nin ən yuxarıdakı switchləri idi. Ethernet 01 portu untagged trafik keçsin VLAN 99 üzərinə. Yəni ki, bu demək istəyirlər ki, bu portu biz native VLAN kimi konfigurasiya edək və oradan VLAN 99 keçsin. Switch 1 və switch 2-də Ethernet 02 portlar, 01 portlarında, bu bir-birinə baxan portlarda. Konfigurasiyamız belədir. Üçüncü taskımız idi bu. Interface gigabit 01, switch port trunk native VLAN 99. Eyni komandanı ikinci switchdə də eyni portda yazmışam. Dördüncü taskımız bizə deyir ki, switch 3 və switch 4-ün Ethernet 0 və 01 portları. Yəni ki, switch 3 və switch 4-ün Ethernet 0 və 01. Bu tərəfdə də Ethernet 00 və 01 portlarını biz konfigurasiya eləyək industry standart olan
link aggregation protokolu konfigurasiya edirik. Link aggregation deyərkən Ether channel nəzərdə tutulur. Industrial standartda da aktiv və passiv modlar var. Əgər bu sual bizə Cisco demiş olsaydı, o halda biz auto və desirable konfigurasiya edərdik. İndiki halda aktiv və passivdən konfigurasiya eləməliyik. Hər iki tərəfdə də aktiv konfigurasiya eləyəcəm Ether channel-ı. Deməli, dördüncü taskımızı burada biz yazırıq. Interface range gigabit 00 və 01-də channel qrup 34 yazmışam, hansı ki switch 3 və switch 4. Yəni ki, 2 dənə switch nömrəsini burada qeyd eləmişəm, 34. Mod aktiv. Eyni komandanı range vasitəsilə yenə də switch 4-də göstərmişik ki, aktiv modda olmalıdır. 5-ci taskımız isə bizə deyir ki, yeni linklərdə. Yeni link, yəni ki, channel qrup 34, interface port channel 34 bu formada yazmalıyıq. Yeni linkimiz bu nəzərdə tutulur. Interface port channel 34. Həmin linklərdən allowed olanlar keçməlidir. 5-ci taskımız. Switch 3-də və switch 4-də interface port channel 34, switch port trunk allowed olan 56 və 77. Demişik ki, buradan Ether channel-dan 56 və 77 olan keçsin. Eyni formada switch 4-də də həmin komandanı yazırıq. Belə, bütün komandalarımız buradadır. Bu formada göstərəcəm. Task 1-də yazacağımız komandalar bunlardır. İkinci taskda yazacağımız komandalar, üçüncü taskda yazacağımız komandalar, dördüncü taskda yazacağımız komandalar, bu da beşinci taskda yazacağımız komandalar. Əgər imtahanda bu suallar sizə düşərsə, bu formada yazmaq lazımdır. Bunu əzbərləmək deyil də, başa düşərək yazsanız daha gözəl olar. Show komandalarını sizə göstərmək istəyirəm. Əgər istənilən modda siz end yazmaqla enable moda keçəcəksiniz və burada show run enter basmaqla bu komandaları siz görə bilərsiniz. İnterfeyslərin altında siz komandaları düz yazmısınızmı deyə. Əlavə olaraq show Ether channel qısaca yazdım. Ether channel summary yazmaqla isə baxa bilərsiniz Ether channel quruldu yoxsa qurulmadı. Bu kimi şeylərə də baxa bilərsiniz.